Bugün sizlerle sinir sistemindeki vacip qeydlər haqqında danışacağıq ki, bu qeydlər bizə imtahanda düşə biləcək. Ümumiyyətlə biz bilirik ki, orqanizmimizdə iki cür tənzimləyici sistem var. Bunlardan biri sinir sistemi, digəri isə endokrin sistemidir. Sinir sistemi ümumiyyətlə özü iki yerə bölünürdü. Periferik sinir sistemi və mərkəzi sinir sistemi. Mərkəzi sinir sistemi də özü iki yerə baş beyin və omurğa beyinə. Periferik sinir sistemi isə sinirlər və sinir düyünlərindən ibarətdir. Sinir sistemində, baxın, sinir sistemi sinir toxumasından, sinir toxuması isə neyronlardan və peyk hüceyrələrindən təşkil olunur. Baxın, sizə imtahanda düşəcək suallardan biri. Sinir toxumasının əsas kütləsi hansıdır? Əsas funksiyasını yerinə yetirəndir. Biz bilirik ki, peyk hüceyrələri neyronlardan 10 dəfə çoxdur, düzdürmü? Deməli, sinir toxumasının əsas kütləsini peyk hüceyrələri, əsas işini isə neyronlar görür. Ona görə bu iki cümləyə hər zaman fikir verin. Nə üçün peyk hüceyrələr sinir sisteminin əsas hissəsini təşkil edə bilmir? Çünki peyk hüceyrələrinin nə dendriti, nə də aksonu yoxdur və dendritlə akson isə sinir sisteminin ötürülməsində, sinapsların əmələ gəlməsində iştirak edirdi. Ümumiyyətlə biz qısa çıxıntıları dendritlər, uzun çıxıntıları akson adlandırırdıq. Akson bir dənə olurdu və baxın, üzərində miyelin qatı olur. Miyelin qatının üzərində isə buğumlar var. Bu buğumların olma səbəbi isə nədən ibarətdir? Düşünün ki, siz maşın sürürsünüz və maşın sürən zaman bizdə müəyyən maneələr olur. O maneələr bizim nə kimi işimizə yarayır? Sürətimizi azaltmaq üçündür. Çox sürətdən getsək qəzaya daha tez düşə bilərik. Nəinki müəyyən maneələrdə biz dayanaraq. Baxın, eynilə sinir sisteminin ötürülməsi də bu şəkildə gedir. Əgər sizdən soruşsa ki, ikinci imtahan sualımız necə ola bilər? Neyronlarda sinir necə ötürülür? Dendritdən cismə, cisimdən isə aksona ötürülür. Baxın, neyrondan neyrona desə isə, indi onu gələn dəfələr deyəcəm sizə, ola bilsin ki, ikinci videomuzda olsun, amma indi sizə bu şəkildə izah eləməyə çalışıram. Dendrit cisimdə aksondur. Tutalım ki, bu hissidirsə, baxın, hissi neyronun dendriti, cismi aksonu, ara neyronun dendriti buradan gəlib birləşəcək, cismi aksonu olacaq. Demək, bir neyron digər neyrona necə birləşir? Birinci neyronun aksonu ikinci neyronun dendriti ilə birləşir. Onda siz mənə zəhmət olmasa mənə bildirərsiniz. Ara neyronun hansı hissəsi hərəki neyron hansı hissəsinə birləşir? Bu birləşmə hissələri isə sinaps əmələ gətirir. Sinaps da bilirsin ki, rabitə deməkdir. Bütün aksonların üzərində miyelin qişası varmı? Xeyr, çünki ara neyronun üzərində miyelin qişası olmur. Çünki mərkəzi sinir sistemində yerləşdiyinə görə ona ehtiyac qalmır. Sonra bütün dendritlər qısadırmı? Xeyr, bütün dendritlər qısa deyil. Hissi neyronun dendritləri uzun ola bilər. Bunu da ki, periferik sinir sistemi keçəndə daha ətraflı şəkildə nəyə əsaslanaraq dediyimi sizlərə bildirəcəm. Ondan sonra biz burada nəyə baxırıq? Hansı neyronlar var? Hissi neyronlar var, ara və hərəki neyronlar var. Hissi, ara və hərəki neyronların iştirak edib etməməsinə görə biz deyirik ki, sadə reflekslər var, mürəkkəb reflekslər var. Sadə reflekslərə sizdə diz refleksini göstəriblər. Baxın, bu şəkil sizə düşə bilər. Diz refleksidir. Sizdən soruşar ki, hansı sadə reflekslərə aiddir? Deyirsiniz ki, diz refleksi misal göstərə bilərsiniz. Bir də ki, bu şəklə mütləq fikir verin. Bu şəkil nə şəkildir? Bu şəkil hal-hazırda ötən illərdə qəbula o qədər də çox düşmürdü və iki dənə sual şəklində özünü göstərirdi. Amma bu il 2025-ci il test toplusunda daha çox suallara yol verilib. Deməli, sizə də bu il düşmə ehtimalı var. Ümumiyyətlə, birincisi də baxın reseptordur. Bu fərqi yoxdur hansı reseptor olması. İşığa qarşı reseptorlar ola bilər, soyuğa qarşı ola bilər, ağrıya qarşı ola bilər. Yəni reseptordur. Sizi qıcıqlandıran hər hansı bir hiss deyək buna. Sonra hissi yol vasitəsilə baxın 1, 2, 3, 4, 5 istiqamətində göstərilir. Baxın, bu bir reseptordur. Dedik, işığa qarşı ola bilər, ağrıya qarşı ola bilər, hər hansı bir hissəyə qarşı ola bilər. Sonra gəlsin hissi yola. Hissi yol bəs necə olur? Hissi neyronlardan təşkil. Baxın, reseptordan hissi neyronun dendriti, cismi
Aksonu. Aksonun müəyyən bir hissəsi gəlir ara neyronun, baxın, mərkəzi sinir sistemin ara neyronun neyniyəcək? Müəyyən bir hissəsini özündə saxlayacaq, birləşdirəcək. Baxın, ona görə hissi neyronun sadəcə aksonun müəyyən bir nahiyəsi mərkəzi sinir sisteminə daxil olur. Mərkəzi sinir sistemində isə ara neyron yerləşir. Ara neyron isə deməli, ara neyronun dendriti, cismi aksonu, hərəki yol dediyimiz isə hərəki neyronlardan təşkil olunur. Hərəki neyronlarda isə necə olacaq? Baxın, bu mərkəzi sinir sisteminin içərisində ara neyronun, aksonun, hərəki yolun dendritinə, cisminə, cisimdən aksona birləşir və aksonun müəyyən bir hissəsi, hərəkinin aksonun müəyyən bir hissəsi işçi orqana gedəcək. Məsələn, bu əzələ ola bilər. Tutalım ki, mən əlimi isti bir şey toxundururam. Barmaq uclarımda olan reseptorlar istini qəbul edir və mən əlimi çəkirəm. Əlimi çəkdiyim hissə işçi orqanın iş funksiyasıdır. Baxın, indi növbəti sual. Necə sual düşə bilər sizə? 1, 2, 3, 4, 5-i soruşa bilər. Əvvəllər bu şəkildə düşürdü ki, hansılardır, hansı hissələrin hansılardan təşkil oluna bilər. Sonra başqa bir sual düşə bilər ki, hansı neyronlar mərkəzi sinir sistemindən kənara çıxmır, hansıları çıxır? Baxın, hissinin sadəcə aksonun müəyyən bir hissəsi mərkəzi sinir sisteminə daxil olduğuna görə deyil. Daxil olduğuna görə mən deyirəm ki, hissinin müəyyən bir nahiyəsi daxil olur. Yəni ki, mərkəzi sinir sisteminin kənardadır. Amma ara neyrondan hərəki neyron mərkəzi sinir sistemin daxilində yerləşir. Çünki hərəkinin müəyyən bir hissəsi xaricə çıxır. Sanki bir növ 3də 2 hissəsi mərkəzi sinir sistemindədir. 3də 1 hissəsi xaricsə mən nə üçün deyim ki, bəs hərəki neyron yox, mərkəzi sinir sistemindən kənardadır. İndi isə sizə 2025-də düşən suallardan danışmaq istərdim ki, bu suallar hansılardır? Baxın, Seçenova görə deyəcək, bir də Pavlova görə deyəcək. Pavlova görə analizatorların hansı hissələri var? 1, 2 və 3 hissəsi var. Baxın, 1, 2 və 3. Pavlovda deyil, Pavlov reseptorlar var, hissi yol və mərkəzi sinir sistemi var. Seçenov isə deyir ki, 2 ilə 4 yoxdur. Baxın, 1, 3 və 5 var. Elə bil ki, baxın, sizə sual verəcəklər ki, bunu yeni test toplarınızı açaraq görə bilərsiniz. Deyəcək ki, məsəl üçün, hər ikisində olmayan nədir? Hər ikisində olan nədir? Pavlovla Seçenova görə siz də bilməlisiniz. Yenə də deyirəm, özünüzdə də qeyd edirsiniz. Düşə biləcək suallar arasındadır və ehtimalı yüksəkdir. Deməli, Pavlovda analizatorlarda 1, 2 və 3-cü hissədən ibarətdir. Reseptordur, hissi yoldur, mərkəzi sinir sistemindən. Seçenovda isə 1 reseptor, ikinci olan hissə bizim refleks qövsümüzün üçüncüsü, yəni mərkəzi sinir sistemi, üçüncü hissə isə orada artıq işçi orqanı olur. Yəni refleks qövsünün 5-ci hissəsi bura aid ola bilər. Dərsimiz bura qədərdir. Bu birinci hissədə sinir sisteminin əsas hissələri ilə bağlı. İndi ikinci videoda inşallah sizlərlə bunlar haqqında daha ətraflı məlumatlar verəcəm.